Lambarda əşyalarınızı qoyarkən diqqətli olun, belə ki, şəxsi məlumatlarınızın oğurlanma ehtimalı mümkündür. Gündəm xəbərin efirində 24 fevral tarixidir. Belə ki, bir məlumatı diqqətinizə çatdırırıq. Azərbaycanda lombardlardan kredit götürmək üçün artıq yalnız qızıl zinət əşyaları deyil, elektron cihazlar da girov kimi qəbul olunur. Son dövrlərdə xüsusilə notebook və smartfonların, o cümlədən iPhone modellərinin girov qoyulması halları da geniş yayılıb. Bəs bu zaman şəxsi məlumatların təhlükəsizliyi necə qorunur? Gündəm xəbər verir ki, mövzu ilə bağlı konkret açıqlaması zamanı iqtisadçı ekspert Eyüp Kərimli bildirib ki, lombard fəaliyyətində bu cür təcrübə artıq geniş tətbiq olunur. Ekspertin sözlərinə görə hazırda lombardlar təkcə telefon və notebooklardan deyil, avtomobil, müxtəlif məişət texnikası və hətta iri məişət avadanlıqlarını da girov kimi qəbul edir. Bu cür hallarda girov qoyulan əşyalar bəzən sahibinin özündə qalmaq şərti ilə rəsmiləşdirilir. Yəni vətəndaş cihazdan istifadə etməyə davam eləyir. Sadəcə olaraq cihazlara xüsusi kilidlənmə proqramları quraşdırılır. Ödəniş müddəti gecikdirildikdə isə həmin proqram vasitəsilə telefon və ya notebook bloklana bilər və demək olar ki, ödəniş müddəti gecikdirildi, həmin proqram vasitəsilə funksiyalar məhdudlaşdırıla bilir. Eyüp Kərimli həmçinin qeyd edir ki, tətbiq olunan mexanizm əsasən borcun qaytarılması təmin etməyə yönəlib və birbaşa cihazın məlumatlarına müdaxilə məqsədi daşımır. Onun sözlərinə görə bu baxımdan birbaşa informasiya müdaxiləsindən danışmaq əslində düzgün olmaz. Cihazlara kənar proqramların quraşdırılması müəyyən informasiya təhlükəsizliyi riskləri yarada bilər. Bu səbəbdən vətəndaşlara müqavilə şərtlərini diqqətlə oxumaq, hansı proqramın quraşdırıldığını və hansı icazələrə malik olduğunu əvvəlcədən dəqiqləşdirmək də tövsiyə olunur deyə ekspert bildirib.